Və digər tərəfdən tək hakimlər də deyil, elə digər klublarımızın düşünürəm ki, idarə etməsində də ciddi problemlər var, verilən qərarlarda da ciddi problem var. Bugün Qarabağ Azərbaycan Premyer Liqasında iştirak edə bu nəticələri qazanır. Burada iştirak edə bizim xəyallarımızın yarışı olan nüfuzlu Çempionlar Liqasında iştirak edir. Avropaya səs salır. Bugün dünyanın dörd bir tərəfində Qarabağdan danışırlar. Demək ki, düzgün iş olanda, düzgün çalışanda, düzgün qərarlar verəndə bu mümkündür. Məncə digər klublarımız da artıq bu yöndə, bu yolda öz ağırlıqlarını ortaya qoymalıdırlar. Biz yalnız Qarabağda ilişib qalmalı deyilik. Razıyam. Hətta indi yox, çoxdan qoymalıdırlar bu ağırlığı. Gecikmişik. Gecikmişik, çox gecikmişik. Əvvəl də gecikmişik. Bu günləri digər klublarımız olsun, Neftçi olsun, xüsusilə Sabah olsun, hansı ki, mən büdcəsi, imkanların daha yüksək olan klubların nəzərdə tuturam ki, yəni bu komandalar burada çətin heç bir şey yoxdur. Yəni bu Qarabağ böyük bir bazası var, yoxdur. Sadəcə bir stadionu var, kiçik bir stadiondur. Bir də ehtiyat meydançası var. Elə böyük bir akademiyası var. Ciddi bir imkanları da yoxdur. Deyək ki, bəli, hansısa böyük infrastruktur layihələri həyata keçirdilər. Milyonluq oyuncular oynadılar. Yox, yəni bu günləri Portuqaliya 2-ci liqasından gələn futbolçular gəlir burada oynayır, artırır. Yəni deyək ki, Fransadan və yaxud da digər ölkələrdən gəlir, hətta Afrika qitəsindən keçən futbolçuları gətirirlər. Tək bir mövsüm demirəm. Ümumiyyətlə son 10 ildəki qurulan sistemə nəzər salsaq, elə futbolçular gəlir burada parlayır ki, vacib olsun bura gələndə harda idi, buradan hara getdi, o Vusun özü olsun belə, adam icarədən qayıtdı, gəldi bura Türkiyədən, aşağı liqadan gəldiyincə bir futbol oynadı, getdi Fenerbahçe transfer oldu, Romaonu götürüyor, haradan gəlmişdi, hara getdi. Yəni bunlar şərtdir, kadrin özü olsun. Demək ki, digər klublar da bu sistemi qursalar, vacib deyilsən gedib milyonluq oyuncu gətirsən. Sən elə o qiymətli olan futbolsun, sən də gətirə bilərsən, burada futbolçunu sistem əsasında yetişirsən, çıxıb Avropada, qrupa da düşə bilərsən. Çempion liqası olmasın, ged konferans liqasının qrupuna düşün, amma yəni bunlar realdır və tamamilə razıyam ki, mən həmişə bunu demişəm ki, artıq o Qarabağın kölgəsindən çıxmaq lazımdır. Yəni nə vaxta gedirlərsə Qarabağ tamam öz yerində oynayır, amma digər klublar da bu yöndə sözünü deməlidir. Yəni bunu zaten dəfələrlə danışmışıq, öz aramızda da danışırıq, bəzən sosial şəbəkədə müzakirə edirik. Yəni bunlar bəli çoxdan olmalı idi, gecikirik, yəni bu günə gecikməkdə davam edirik. Razıyam. Tələblər artıq təkcə Qarabağdan yox, elə bizim digər imkanlı klublarımızdan da olmalıdır. Aşağı-yuxarı büdcəsi az qala Qarabağla bərabər olan bizim klublarımız var. Sabah olsun, Neftçisi olsun, elə birbaşa adlar üzərindən gedirəm. Yəni, ümumi danışanda bəlkə kimlər sözlərinə götürməyəcək. Elə birbaşa sözümüz Neftçi, Sabah kimi iddialı klublarımızadır. Zirənin özünü də ardaqsa aid etmirlər. Ötən mövsüm yaxşı çıxış etdilər. Araz Naxçıvan olsun, kifayət qədər böyük pullar ayrılır transferlərə. Bunun yəni nəticəsi bir mərhələ keçmək olmamalıdır. Moldova çempionunu udmaq, nə bilim Latviya çempionunu udmaq olmamalıdır. Daha da böyüməliyik, hədəflərimiz artmalıdır. Yəni klublarımızın da artıq cılızlıqdan çıxmalıdırlar, cılız nəticələrdən uzaqlaşmalıdırlar.